Birçok insanlara deyəndə ki, ahiret var, cennet cehennem var, qəbirdə hesab var. Deyirlər ki, qəbirdən kim qalxıb gəlir? Hemen o insanlar unutmasınlar ki, ölüm mələyi gəlib onların canlarına çökəndə həmin o sözü çok hatırlayacaklar. Ve ey Rabbim bize mühlət ver, sənə inanaq, tövbə eləyək, 2 rəkat namaz qılıb sənə səcdə eləyək diye bize ömür ver diyecek. Ama Allah Teala diyecek ki, size əsla bir de ömür vermeyeceğim. Allah tarafından gönderilen melekleri gördüğü zaman, istese de istemese de o insan Allah'ın varlığına artık iman eləyir. Ama ruh çıkmaya başladısa, tövbəsi de o insanın Allah katında qəbul değil. Muhammed Peygamberin sallallahu aleyhi ve sellem'in dövründe öldükten sonra dirilmeye inanmayan adamların biri çürümüş bir sümüğü getirir, der ki bu çürümüş bir sümük mü tezden adam olacak? Allah Kur'an-ı Kerim'de Yasin surasında buyurur. Bu sümüğü kim diriltecek? Vahiye ramim, çürüyenden torpak olandan sonra Allah Teala buyurur ki kul yuhyihellezî enşe'aha evvele marra ve huve bi kulli halqin alim. Sen onlara de ki ey Muhammed, o sümüğü əslində kim yoktan var etdiyse, o sümük olmuşu tekrar diriltmeye de qadirdir.